heç bir avtomobil yolu olmayan və cəmi 4 ailənin yaşadığı dağ kəndinə gedirik. Gözlüyüm, bircə dəqiqə. Kənd təxminən 1200 metr hündürlükdə yerləşir. Təzyiq problemi olanlar nəzərə alıb gəlsələr daha yaxşı olar. Dağların gizlətdiyi bu kənddə cəmi 8 ev var. Bura ancaq ya piyada, ya da at belində qalxmaq mümkündür. İzləyin. Azərbaycanın səssiz kəndinə səyahət edəcəyik. Atalar misalıydı, deyir ki, kol dibində elm olsun, mələkədə yarım olsun. Saray arvad. 113 il yaşadı o. Arvad soruşurdum, deyirdi ki, mən də elə bu kəndi belə görmüşəm ya. Hal-hazırda Çortoy yaşayış isti. Ben Çortoxuna Çorto ailə bamındam. Bu həyətdə 13 toy eləmişik. Bax bu evdə. Elə vaxt olur ki, bir saat 2-də o gəldiyimiz yerdən bura gəlirik, təkdə məsəl üçün. İsmayılıdayıq və İsmayılının heç bir avtomobil yolu olmayan Dərə məhəlləsi kəndinə gedirik. Avtomobilimizlə sadəcə Gəndov kəndinə qədər gələ bilmişik. Buradan o yana isə biz qatırla birlikdə çıxacağıq. Bizi isə Elşad bəy gözləyir. Xoş gördük sizi. Necəsiz? Sağ ol, yaxşı olasınız. Nə qədər yolumuz var buradan Dərə məhəlləsinə? 4 kilometr yoldur. 4 kilometr. Yüklərimizi qatırla aparacağıq və piyada kəndə gedəcəyik. Getdik. Getdik. Gələ bilirsiniz? Yorulmuşam. Çətindir. Artıq kənd görünməyə başlayır. Biz nəhayət Dərə məhəlləsi kəndinə gəlib çatdıq. Burada bizi nələr gözləyir, birlikdə şahid olacağıq. Məhəlləyə çatmağımız günün ikinci yarısına təsadüf edir. İllərin izini daşıyan evlər, keçmişi xatırladan ab-hava bizi qarşılayır. Bu sakitliyin içində isə insanlar gündəlik işləri ilə məşğuldur.
Səhər açılıb, dumanlı bir səhər oyanmışıq. İndi isə biraz kəndi gəzəcəyik. Buranın qədimi adı Mirzəxan dərəsi olub. Yaşayış olub burada yuxarılarda yaşayış, kənd olub, ev qədim. Bu evin yəsinin deməli baba kişinin anasının anası idi. Saray arvad. 113 il yaşadı o. Arvad soruşurdum, deyirdi ki, mən də elə bu kəndi belə görmüşəm yəni. Sonra dəyişilib, çöküb, gedən. Buradan qıraqda çox yaşayan adam var. 8 ailə yaşayır burada. İndi hal-hazırda 4 ailə yaşayır. Qışda da ikisi gedir, 2 ailə qalır yəni burada. Elə olur ki, 1 metr qar olur. Yəni heç yana mümkün deyil yoldan çıxmaq. Yəni aşağı da düşmək. Elə vaxt olur ki, aşağı kəndə də düşmək olur. Bu dağın oğuzunda, bax bu dağın oğuzundan gəlmişim, Könadıxar kəndindən. Bura gəlin köçmüşəm mən. Keçmiş vaxtlarda gedib, bura xəritədə olmayıb. Xəritəyə düşməyəndə Candonun Dərə məhəlləsi deyirlər. Keçmiş vaxtlarda gələndə ulu babalar keçmiş gəlib. Kömürçülük olub, nə bilim yaşayış olub bu vaxt. Gəlib məskən salıblar. Adı qalıb Dərə. 3-4 dağın arasında. Qaytanın atanın bir vəsiyyəti idi rəhmətlilər. Bütün ölənlərə Allah rəhmət eləsin. Dedi bala, mənim yurdumu qoymun hələ ki, xaraba qalsın. Elə ondan da onun vəsiyyəti ilə gəlib gedir, oğlu da deyir hələ ki, yurtdur, nə qədər ömrümüz var. Gəlib getməliyik. Buradan ayrılıb gedirsən, görürsən yenə vətəndir, darıxırsan. Deyirsən yenə evə qayıdın. Yəni elə bir vəziyyət olmayıb ki, kimsə pis xəstələnsın ya şey olsun. Axır Allah baxıb elə bil baxır bizə nə deyim, baxırsa, nə bilim, nə cür axır xəstələnmir. Bu da elə ağır xəstə. Hərə ya öz anadan olduğu yer yəqin kəzirdi o. Mən şəxsən aşağı rayona düşəndə, rayonda oğlumun evi vardı, orada yaşayır. Düşürəm, darıxıram orada. İstəyirəm tez qayıdım bura. Həmən bu həyətdə 13 toy eləmişik. Bax bu evdə. Cəmaatın çalanı, gedəni, çaldısı, müğənni səmti gəlib gedir. Ancaq qadınlar yığılırdı. İndidən bax heyvan kəsilirdi. Bu vaxtdan səhərək günü 2 dananın, qoyunun əti döyülürdü toy üçün. Qiymət şişlə, taxtı ilə. Buranın ən çox yazbaşı ki, boru bostanı olur, yəni girəcəyi. O vaxt elə ləzzət edir, hər yer yaşıllıq. Hər yer mənzərəli, turistlərin gəlib gedən vaxtı, qohum əqrəbən dostanışın gəlib gedən vaxtı. Nuray, neçə yaşın var? 8. Məktəbə getmirsən? Hə, Bəs indi necə gedirsən? yox. Niyə getmirsən? Yol uzaqdır ona görə. Bəs dostların necə var burada? Çoxdur dostların? Yox, Ümumiyyətlə dostun yoxdur. yox. Qardaşım var. Mən qardaşımla oynamağı çox sevirəm. İtim də var, pişiyim də var. İtimin adı Alabaşdır, pişiyimin də adı Qaramatdır. Özün qoymusan adlarını? Hə. Niyə elə qoymusan? Çünki pişiyim qaradır, itim də aldı. Keşke burada məktəb olardı. Mən də dostlarımla gəlib oynayardım məktəbdə. Oxuyardım, əlifbanı öyrənərdim. Can, böyüyəndə kim olmaq istəyirsən? Müəllim olmaq istəyirəm. Nə müəllimi? İngilis dili. İngilis dili. Sevirsən ingilis dilini? Hə. Bilirsən ingilis dilini? Hə. Nə bilirsən məsələn, nə deyə bilərsən? Məsəl, bir məsəl tudur, 2 fodur. İngilis dilində başqa nələr deyə bilirsən, nələr bilirsən? Məsəl, okey deyə bilirəm. Yayda vallahi işte olur de bostan, tərəvəz nazarla başqılıq, bostanla, bostançılıqla.
Maldarlıq olub, qoyunçuluq olub, qabaq indi heç kim saxlamır, ancaq təsərrüfat. Bu da yaxşı bitir lobya, kartoşka, belə şeylər. Boranı, nə bilim, belə də xiyar, pomidor, özümüz üçün, yəni öz istifadə eləmək üçün əkirik. Bizim bu Dərə məhəlləsində, Dərə kəndində, yəni tat dilində danışırıq. Yəni uşaqlar bilməsə də orta yaşlı nəsil, bir də yaşlı nəsil, yəni tat dilini əzbər bilirlər. Ərə İsmayılı rayonuna, Ucqaragöy birə Dərə məhəlləsi, Dərə kəndi burafdan, bərə 8 xuna histi, hal-hazırda Çortoy yaşayış histi. Ben Çorto xuna, Çorto ailə bamındam. Yəni bura İsmayılı rayonu Ucqar kəndlərindən biri Dərə kəndi, Dərə məhəlləsi olaraq, yəni 8 ev var, hal-hazırda 8 ev olmağına baxmayaraq 4-ündə yaşayış var. ...46 il evliyəm. Uzun ömürlü yaşamaq üçün bala. Can deyib, aylığını can eşitmək. Hələ biri-birimizə azar sözümüz keçməyib. Cavanlar tez evlənir, tez də ayrılır. Ayrılmağın səbəbi də odur ki, evdə hər şeyə söhbət salmaq, hər şey üçün olmaz. Hər şeyə fikir verməsinlər. Vallahi hər şey yaxşı olur. Kişi xeyli çöldədir. Haradasa əsəbləşib, gəlib evdə sözdə sala bilərsə, qadın onu unutmalıdır. Kişi də əsəbi soyudu, onu yola verəcək. Sözlərimiz üstəyirləri var. Kim istəsə, kimin xətiri istəsə gələ bilər. Baxmasın ki, qıraq yerdə istədiyi hörməti biz onlara eləyə bilərik. Bizim bu Dərə məhəlləsinin əsl yemək pipdir, kababdır. Tepdə bu ağaclarda yarpaq, baba pip ağacı deyirik biz. Bu ağaclar ki var. Gedim meşədən dedik, biz tanıyırıq ağacları. Onun yarpağından təzə yarpaq ki açır, nüə. Ona yığıb gəlib düzdəyib yığırıq bankaları. O yetişir, sonra qışı işlədirsən. Yarpaq olmasın. Nənə nə bişirəcəyik indi? Dolma, pip yarpağından dolma. Bu da pip yarpağı. Hə, bu da pip yarpağıdır. Göstərək bunu. Bax. Bu yarpaqdır. Bu möhkəm olmur ki, bişəndə bu yupyumş olur yəqin. Yox. Möhkəm olanda onu düz yumşaldır. İçərisinə isə bildiyimiz adi dolmaya nələr vurulursa ərzaq, hamısı onlar vurulur və pip yarpağına bükülür. Bişirək görək necə dadacaq. Bişirək, qəşəng olacaq. Bəlkə birini mən eləyim. Elə. Öyrədəsiz, bacarmasam kömək eləyərsiniz mənə. Əvi göstər. Bunu belə qırıram yəqin hamısını. Məncə nənə, məndən bu qədər bəsdir. Davamını siz eləyəsiniz. Buyurun. Kənarları elə açıq qalır. Hə, onun kənarı açıq qalır. Pip yarpağı dolmamız hazırdır. Bir 30 dəqiqəyə pişəcək, hazır olacaq. Xörəyi ocaqda bişməyə qoyub, kənd ərazisində yerləşən şəlaləni görmək üçün hazırlaşırıq. Kənddə həm də şəlalə var. Kənd sakinləri tövsiyə edir ki, yol sürüşkən və təhlükəli olduğuna görə çəkmədən istifadə edin. Çəkmələrimizi geyinib yola düşürük. Çox belə sürüşkənli, gözlüm. Gözlüyüm, bir dəqiqə. Gəl, qorxma, gəl. Gözlə görüm. Qorxma, gəl. Gəl, qorxma. Gəl. Gəl.
Hoppa. Gözdə söz. Bu qırağa qoy da, qırağa qoy ayaqda. Ha. Ya Allah, bismillah. Bak. Hayda. Buz kimidir. Yol çox təhlükəlidir. Görürsüz, bərbad vəziyyətdəyim. Buna baxmayaraq yolumuza davam edəcəyik. Kəb tərəfdə. Biz çətinliklə də olsa şəlaləyə gəlib çata bildik və nə qədər yol qət etmişik bizə Elman bəy məlumat verəcək. Elman bəy, şəlalənin adı necə gedir və biz təxmini neçə metr yol qət etdik? Gəldiyimiz şəlalə tat dilində İsviçər şəlaləsi deyilir. Yəni Azərbaycan dilində Ağçay deməkdir. Yəni kənddən də bura gəldiyimiz məsafə təxminən 400-500 metr məsafədir. Ya burada yol bitir. Bəli, buradan o yüzden yol yoxdur. Yəni yuxarıda da bir dənə şəlalə var, həmən bu çayın üstündə. Yəni onun yanına gediş-gəliş yoxdur. Dağların qucağında gizlənmiş gözəlliyi seyr etdikdən sonra evə dönürük. Yeməklər bişib, hamı süfrə başına yığışır. Dərə məhəlləsində keçirdiyimiz vaxtın isə sonuna yaxınlaşırıq. Bura qədər yol asan olmasa da, bu səfər bizə təbiətin səsini yaxından duymağı, sadəliyin içində gizlənən gözəlliyi görməyi öyrədir. Qarşımıza çıxan səmimi insanlar, isti münasibətlər qəlbimizdə iz qoyur və biz bu xatirələrlə, könül dolusu minnətdarlıqla buradan ayrılırıq. Gülçin Cəmil, Mircavid Eminoğlu, Bəşir Əli, Report Az.